Avqustun 8-də Bakı və Sumqayıt şəhərlərində yaşayan, eləcə də Abşeron rayonu üzrə qeydiyyatda olan pensiyaçıların avqust ayı üzrə pensiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulub. Pensiyaların ödənişi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq edilmiş aylıq ödəniş qrafikinə uyğun şəkildə həyata keçiriləcək və vəsaitlər pensiyaçıların bank hesablarına köçürüləcək. Bu barədə Modern Naza Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qurumdan bildirilib ki, ödəniş prosesi əvvəlcədən müəyyən edilmiş qrafik əsasında təşkil olunur və vətəndaşların pensiyalarını vaxtında əldə etmələri üçün bütün zəruri tədbirlər görülüb. Pensiya ödənişləri bank kartları vasitəsilə istifadəçilərin hesablarına köçürüldükdən sonra vətəndaşlar vəsaitlərini bankomatlardan nəqd şəkildə çıxara və ya kart vasitəsilə nağdsız ödənişlərdə istifadə edə bilərlər. DSMF-nin açıqlamasında o da vurğulanıb ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə etmiş şəxslərin pensiyaları da bu ay müəyyən edilmiş qrafikə uyğun olaraq ödəniləcək. Bu kateqoriyaya daxil olan vətəndaşların ödəniş tarixlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və vəsaitlər əvvəlki aylarda olduğu kimi vaxtında köçürüləcək. Qurum vətəndaşlara tövsiyə edir ki, pensiya ödənişlərinin hesablarına köçürülməsi ilə bağlı məlumatları xidmət göstərən bankların mobil tətbiqləri, SMS bildirişləri və ya digər elektron xidmətlər vasitəsilə izləsinlər. Hər hansı texniki problem və ya sual yarandığı halda isə vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun müvafiq xidmət mərkəzlərinə və ya çağrı mərkəzinə müraciət edə bilərlər.